إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Əmmə bə'd. Əziz və dəyərli olan qardaşlar, ilk növbədə hər birinizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Və bundan sonra təşəkkür edirik kimlər ki, səbəb olublar bu məclisin təşkilində. Allahdan istəyirik ki, Allah Subhanahu qəbul etsin bu salih əməli və Allah həmd olsun, həm sanlar olsun, Rəbbimizə şükürlər edirik. Və Allah razı olsun dövlətimizdən, kimlər ki, icazə verdilər, kömək etdilər. Allah razı olsun, Allah bərəkət versin. Və bundan sonra qardaşlar, yəni elə bir vaxtıyıq ki, fikir verin, əksər qardaşlar elə eşidirik ki, xəstəliklə üzləşiblər, düçar olublar, əksəriyyət xəstədir. Elə nəsiyyət olaraq istədik ki, xəstəliyin nemət olduğun və həmçinin xəstəlikdə olan faydalar və əhkamları çatdıraq qardaşlara ki, əlhəmdülillah xəstə olan qardaşlar Allahın onlara verdiyi bu nemətdən istifadə eləsinlər. Və Allahdan istəyirik ki, Allah Subhanahu taala xeyir etsin, bərəkətli etsin bu məclisi. İnşallah ki, vaxt azdır. 2 hissəyə böləcəyik dərsi. İnşallah faydaların və əhkamlarından danışacağıq Allahın izni ilə. Dəyərli qardaşlar, ümumən xəstəlik və Adəm övladının sevmədiyi şeylər, hətta sağlamlıq və bütün hər bir şey Adəm övladına verilən, alimlər deyirlər ki, sünnətun rabbaniyyətun lil-ibtila vəl-imtihan. Allah Subhanahu və Taala'nın imtihan etməsindən ötürü Rabbani sünnədir. Rabbani yoldur ki, Allah Subhanahu və Taala sağlamlığı da, xoş günləri də, gözəl günləri də və onun əksi olan sıxıntını da, müsibətləri də, xəstəliyi də Allah Subhanahu taala göndərib bizləri imtihan etmək üçün. Və qul bilməlidir ki, Allah Subhanahu taala onu hər bir şeyində imtihan edir. Hər bir halında. İstər onu sevindirib, sevdiyi şeylər olsun, istər xoşlamadığı, kədərləndiyi şeylər olsun. Hər bir şeyində uca Rəbbimiz bizləri imtihan edir. Və dəlil nədir? Allah Subhanahu və Taala Ənbiya surəsi 35-ci ayədə buyurur ki: "Əuzu billahi mineşşeytanirracim. Və nəblukum biş-şerri vel-xeyri fitnə." Biz sizləri imtihan üçün şərlə, xeyirlə, yəni sınaq üçün şərlə, xeyirlə imtihan edirik. Sınamaq üçün. Allah Subhanahu və Taala həm şərlə, həm xeyirlə. Və ileynə turcaun. Və dönüş də Allah Subhanahu deyir ki, bizədir. Qayıdış yeriniz də bizədir. İbn Abbas radiyallahu anhu bu ayənin təfsirində buyurur ki, Nəbtəlikum biş-şiddə vər-raxa. Yəni biz sizi Allah Subhanahu taala buyurur ki, imtihan edirik, yəni sıxıntı ilə, çətinliklə və həmçinin rahatçılıqla. Və sihhə və səqam. Və həmçinin sağlamlıqla, xəstəliklə, varlılıqla, kasıblıqla, vəl-həlal vəl-haram, halal və haramla, vət-ta'a vəl-məsiyə, itayət və üsyanla, asiliklə, vəl-hudə vəd-dalalə. Və Allah bizi doğru yolla və zəlalətlə imtihan edir. Məşhur sahabə İbn Abbas radiyallahu anhu bu ayənin təfsirində buyurur. Və Allahın bu imtihan etməsi üçün, qulların sınaması üçün səbəblərdən biri də xəstəlikdir. Yəni Allah Subhanahu və Taala xəstəliyi bizlərə göndərib ki, biz qulların sınasın, imtihan etsin. Və şeyx buyurur ki, وَلَهَا فَوَائِدْ وَحِكَمْ xəstəlikdə də çoxlu faydalar və hikmətlər vardır. وَذَكَرَ İbn Qeyyim rahimehullah əksər min 100 minha fi şifa'il alil. İbn Qeyyim rahimehullah 100-dən çox fayda gətirir. Əksər min 100. Fayda gətirir Şifa'ul Alil adlı kitabında İbn Qeyyim rahimehullah. İnşallah onlardan bir neçəsini nəzərinizə çatdıracağıq. Allah Subhanahu taala xeyir eləsin.
Birincisi, istixrac ubudiyyəti darra və hiyə sabr. Qulun sıxıntı anında, xəstəlik halında, müsibətlər gəldiyi anda onun Rəbbinə olan qulluğudur. O da nədir? Səbr etməsidir. Yəni, qulun sıxıntı halında ubudiyyətinə, yəni səbr edərək Allaha itaət etməyinin və həmçinin də ubudiyyəti sarra rahatlıq halında, xoş günlərində Allaha şükr edərək itaət etməsinin üzə çıxarılmasıdır. فَتَقَلَّبُ أَهْوَالِ الْعَبْدِ بَيْنَ الْمَرَضِ وَالصِّحَّةِ يَتَبَيَّنُ صِدْقُ عُبُودِيَّةِ لِلَّهِ Teala. Hətta insanın yəni sağlamlıq və xəstəlik, müsibətlər Allah Subhanahu va Taala quluna verir ki, hətta yəni onun qulluğunun səmimiyyəti bəlli olsun. Allaha olan qulluğunun, ubudiyyənin, onda olan sidqin, səmimiyyətin bəlli olmasından ötürü Allah Subhanahu va Taala sənə xəstəlik verir və yaxud da ki, rahatçılığa çıxarır səni. Ki, sən ibadətində davam edəcəksən, yoxsa etməyəcəksən. Və bu barədə Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləm hədisində buyurur, səhih hədisdə, Acəbən li əmril mümin. Allah Rəsulü buyurur ki, müminin halı əcaibdir, təəccüblüdür. İnnə əmrahu kulləhu xayrun. Onun hər bir halı xeyirdir. Xeyir içindədir. Və leysə zəlikə li əhədin illə lil mümin. Mömindən başqa heç kəsə bu verilməyib. Yəni, hər bir halında şükr etməsi, səbirli olması, bu yalnız möminə aiddir. Yalnız möminə aiddir. Və in əsabəthu sərra şəkara fəkənə xayran ləhu. Allah Rəsulü deyir ki, əgər ona rahatçılıq üz verərsə, rahat, xoş günlər olarsa, bu buna görə Rəbbinə şükr edər. Yenə də bu onun üçün, mömin üçün xeyir olar. Və in əsabəthu darra sabərə fəkənə xayran ləhu. Əgər ona xəstəlik, imtihanlar, müsibətlər gələrsə, o səbr edər, bu da möminə xeyir olar. Ona görə deyir ki, hər iki halında mömin səbr edər, Allaha qarşı çıxmaz. Bu onun üçün xeyir olar. Bu da yalnız illə lil mümin, yalnız möminə verilmiş bir vəsifdir. Allah bizi möminlərdən etsin. Və digər faydalarından təkfir-i zunub və seyyiət. Xəstəlik, müsibətlər, imtihanlar insanın, Adəm övladının günahlarına, etdiyi xətalara kəffarədir, təmizləyir. Fəl-mərad səbəbun fi təkfir xatayəkə əlləti iqtaraftəhə bi qalbikə və səmikə və bəsarikə. Şeyx deyir ki, xəstəlik, yəni imtihanlar, qardaşlar, bunların hamısı sən səbr edəndə olur. Yəni, əgər sənə xəstəlik gəlib, müsibət gəlib, sıxıntı gəlib, sən səbr etsən o əcri götürə bilirsən. Əks halda asilikdir, üsyandır, yəni günahdır. Allah Subhanahu deyir, əgər səbr etsən artıracam. Əks halda bilgilən ki, İnnə azəb ilə şədid, əzabım şiddətlidir. Əzabım şiddətlidir. Nimətin getməsi ilə bərabər Allahın əzabı şiddətlidir. Allah bizi qorusun. Şeyx deyir ki, yəni günahlara kəffarədir sənin dilinlə etdiyin, qəlbinlə etdiyin, gözünlə etdiyin, bədən əzalarınla, üzvlərinlə etdiyin günahlara xəstəlik kəffarədir, təmizləyir yəni. Qali İbn Abdülbər rahiməhullah söyləyir ki, əz-zunub tukəffiruhəl məsaib vəl-ələm vəl-əmrad və həzə əmrun müctəməun aleyhi. İbn Abdülbər, Allah ondan razı olsun, söyləyir ki, xəstəliklər, müsibətlər, ağrılar, acılar hamısı insanın günahlarının tökülməsinə, bağışlanmasına kəffarədir. Və bunun üzərində də alimlər icma ediblər. Yəni, hər kəs söyləyib ki, bəli, xəstəlik və müsibətlər günahları bağışlayır. İnsabəra, əgər səbr etsən. Fəinnəl mərad qad yəkunu uqubətən alə zəmbin və qad vəqa minəl abdi. Və xəstəlik bəzən qulun etdiyi hər hansısa bir günaha görə baş verir. Hər hansısa bir qul bir günah edir, Allah Subhanahu wa Ta'ala ona xəstəlik göndərir.
Başda şeyx deyir ki, ni'mətun, nimətdir. Niyə? Çünki Allah ona göndərdi o xəstəliyi ki, o səbr etsin ki, Allah onun etdiyi o günahı ondan bağışlasın, silsin, aparsın. Rəbbimiz bizim xeyrimiz üçün eləyir. Allaha şükürlər olsun. Allah Subhanahu taala xəstə müsəlmanlara kamil şəfa versin. Amin ya Rabbi. Və həmçinin və qala sallallahu aleyhi və səlləm Allah Rasul buyurdu ki, hədisində məxtələcə irqun və lə'aynun illə bi zənbin və mən yətfəullahu anhu əkthəv. Qardaşlar, Allah Rasul deyir ki, elə bir göz səyriməsi, damar səyriməsi, elə bir göz səyriməsi yoxdur ki, o insanın etdiyi günaha görə olmasın. Şeyx Albani səhih görüb hədisi, səhih hədisdir. Yəni, hətta gözümüzün səyriməsi olur, deyirik, damar atır. Onlar belə bizim etdiyimiz günaha görədir. Allah Rasulü buyurur, sallallahu aleyhi və səlləm. Və tə'cidəl uqubə lil-mu'min fid-dunya xayrun ləhu. Bizim başımıza gələn müsibətlərin, onlar etdiyimiz günahların uqubəsidir, yəni cəzasıdır. Onların bu dünyada tezliklə bizə verilməsi mömin üçün xeyirlidir axirətə qalmaqdan. Ki, Allah göndərir sənin üçün müsibət, fəlakət, bəla və sənə səbir verir ki, sən səbir edəyəsən ki, bu dünyada o günahların tökülsün, axirətə qalmasın. Fəkən xayran lil-mu'min. Bu da mömin üçün xeyirlidir. Dəlil nədir? Allah Rasulü buyurur ki, səhih hədisində İzə əradəllahu bi'abdihil xayrə əccələ ləhul uqubə fid-dunya. Əgər Allah quluna xeyir istəyərsə, onun üçün uqubətin, yəni etdiyi günahın bağışlanmasından ötürü müsibəti, xəstəliyi, sıxıntını tezləşdirər, bu dünyada verər. Allah xeyir istəyir. Və izə əradəllahu bi'abdihi şərran əmsəkə anhu bizənbihi həttə yuvafiyə bihi yevməl qiyamə. Allah Rasul deyir ki, əgər Allah quluna şər istəyərsə, bu dünyada ona heç nə verməz, yəni uqubət, cəza verməz, xəstəlik ona göndərməz, sıxıntı verməz ona. Hamısını Allah saxlayar qiyamət gününə. Allah qorusun. Və bu barədə çoxlu hədislər vardır. Və Allah Rasulü buyurur ki, növbəti hədisdə Mə min muslimin yusibuhu əzən min maradin fəmə sivahu illə həttallahu bihi seyyiətihi kəmə təhuddu şəcərə varaqəhə. Müminin, müsəlmanın, yəni elə bir müsəlman yoxdur ki, onun başına əziyyət gəlsin, əziyyət çəksin, sıxıntı çəksin. Allah ağaçdan yarpaq necə tökülür, eləcə də onun günahlarını tökər. Yəni, hər bir əziyyət çəkən, sıxıntı çəkən, xəstəlikdən və müsibətlərdən əziyyətə düşən mömin əgər səbr edərsə, Allah kəmə təhuddu şəcərə varaqəhə, ağac yarpağın töhdüyü kimi onun günahını tökər. Səbr elə, ey xəstə qardaş, ey müsibətlərə düçar olmuş müsəlman qardaş, bacılar, səbr etkinə. Allah Subhanahu taala sənin günahlarını tökmək istəyir. İn sabara, əgər səbr etsən. Və qalə sallallahu aleyhi və sələm, Allah Rasulü ki, mə yəzəlul bəlali bil-mu'min vəl-mu'minə fi nəfsihi və vələdihi və məlihi həttə yəlqəllah və mə aleyhi xatiyyətun. Növbəti hədis, səhih hədisdə gəlir ki, mömin kişi və qadının canına, malına, övladına müsibət gələr, sıxıntı gələr, bəla gələr və bu Allahın huzuruna çıxacaq günə kimi davam edər, yəni bunun üzərində, bu bəla üzərində səbr edər, hətta Allahın huzuruna heç bir günahı olmadan çıxar. Yəni elə bir mömin yoxdur. Elə bir mömin, möminə qadın yoxdur ki, ona bəla gəlsin və səbr eləsin, Allah Subhanahu taalanın huzuruna heç bir günahı olmadan çıxar. Yəni Allah Subhanahu taala günahları tökür, xəstəliklə, sıxıntı ilə, müsibətlə. Növbəti fayda xəstəlikdən kitabətul həsənət və rafud dərəcət. Allah xəstəliklə sənə savab yazır və sənin dərəcəni öz qatında qaldırır. Fəizə sabral abdu aləl mərd
فَإِنَّهُ يُثَابُ بِكِتَابَةِ الْحَسَنَاتِ لَهُ وَرَفُ الدَّرَجَةِ وَحُصُولُ الْأُجُورِ الْعَظِيمَةِ. Əgər səbr etsə, xəstəliyə səbr etsən, Allah sənə savab yazacaq və sənin dərəcəni öz qatında qaldıracaq. Və husul əl-ucurul azimə, yəni əzəmətli əcr verəcək Allah o quluna. Əgər ona o müsibətə, o xəstəliyə səbr etsə. Dəlildə Allah Rasulü buyurur ki, Mə min muslimin yuşəku şəvkətən fəmə fəvqəhə illə kutibə ləhu bihə daracətən və muhiyyət anhu bihə xatiyyətun. Bir tikan belə batmış elə bir müsəlman yoxdur ki, hətta tikan belə batan, Allah onun günahlarını bağışlanmış olmasın və Allah ona savab yazmış olmasın. Kutibət ləhu bihə daracətən. Allah ona savab yazar, hətta tikan bassa belə. Və Allah Rasulü ki, fəmə fəvqəhə. Yəni, ondan daha üstün ağrı çəkər, acı çəkər, nəsə bir müsibət gələr. Yəni, tikan niyə misal gətirir? Yəni, adi ağrıdır tikan batanda. Hətta ona səbr etsən, tikan batan kimi kəlmə ağzından Allahın sevmədiyi bir kəlmə çıxartmasan, desən ki, əlhəmdülillah. Allahdandır, Rəbbimdəndir. Ya Rəbbə, bağışla mən. Allah Subhanahu taala sənin günahını bağışlayacaq. Hətta tikan. Digər hədisdə də yeni gəlir, rəvayətdə lə yusibu mu'minin nəkbətə min şəvqətin. Yəni, elə bir müsəlman yoxdur tikanın ağrısından əziyyət çəkən. Allah onun günahın əff etməsin, və rufiyə bihə daracətən. Allah onun dərəcəsini qaldırmasın öz qatında. Hətta tikan. Allah bağışlasın bizi. Və növbəti fayda səbəbun fi duxulul cənnə. Xəstəlik və digər müsibətlər müsəlmana baş verən cənnətə daxil olmağa səbəbdir. Dəyərli qardaşlar. Lə tunəlul cənnə illə bimə təkrahun nəfs kəmə fil hədis. Cənnətə qardaşlar yalnız yəni sevmədiyimiz şeylər ki var, onlardan çəkinməklə cənnətə daxil olacağıq. Yəni cənnətə girmək üçün heç də hər yollar güllü çiçəkli deyil. Tikanlı da əksinə. Sevmədiyimiz şeylərdir. Yəni biz onlara düşəcəyik, səbr edəcəyik ki, cənnəti qazanaq. Nədir dəlil? Dəlil Allah Rasulü buyurur ki, Huffətil cənnə bil məkərih. Cənnət xoşlamadığınız şeylərlə əhatə olunub. Və dedi ki, cənnətə daxil olmaq üçün səbəbdir. Çox əzəmətli bir hədisdir bu hədis. İnşallah ki, böyük faydalar var indi inşallah oxuyacağımız hədisdə. Allah Rasulü sahabə qadınlardan birinə tövsiyə edir, nəsiyyət edir. Və inşallah bu fayda böyük əzəmətli faydadır. Hər birimizə aiddir və xüsusən də başın, hicabın bağlamayan qadınlara tövsiyə olsun inşallah bu hədis. Bəlkə Allahdan utanıb hicablarını bağlayalar. İbn Abbas radiyallahu anhu söyləyir ki, Ənəhu qalə li Ata ibn Əbi Rabah. Sahabiyə söyləyir İbn Abbas ki, Ələ urikə imraətən min əhlil cənnə. Ata ibn Əbi Rabahə deyir ki, istəyirsən sənə cənnət əhlindən olan qadını görsədeyim. Ata ibn Əbi Rabahə söyləyir ki, bəli. Qalə hədihil mər'ətü səudə. Ətətin Nəbi sallallahu aleyhi və səlləm və qalət. Həbəşi qadını görsədir, qara həbəşi qadını görsədir, sahabə qadını. Deyir, o Allah Rəsulunun yanına gəldi və Allah Rəsuluna dedi ki, İnni əsra və inni ətəkəşşəfu. Mənim xəstəliyim var, əsra xəstəliyi, o da nədir? Epilepsiya, yəni ürək getmə. Mənim ürəyim gedir, ey Allahın Rəsulu, və bədənimdən bir hissi atılır. Paltarından ürəyə gedəndə istər-istəməz qolu, bədəninə hər hansısa bir hissi atılır, görsənir insanlara. Fədullah li. Ey Allahın Rəsulü, mənim üçün dua elə, Allah mənə şəfa versin. Allah Rəsulü deyir ki, İbn Abbas deyir ki, o qadına dedi ki,
İn şi'ti sabarti və ləkil cənnə. Əgər səbr etsən, sənin üçün cənnət vardır. Bu xəstəliyə əgər səbr etsən, sənin üçün cənnət vardır. Və in şi'ti da'avtullaha an yuafiyaka. Yox, əgər istəsən, Allaha dua edəcəm, Allah sənə şəfa verəcək. Yəni istəyirsən və yaxud da Allaha dua edeyim, Allah sənə şəfa versin. Seçim verir, ixtiyar verir qadına. Baxın, sahabə qadının iffətinə, onun Allah qarşısında olan qorxusuna, Allahdan istədiyinə baxın, nə istəyir, qardaşlar? Qalət, əsbiru. Ey Allahın Rəsulü, səbr edəcəm. Qalət, fə inni ətəkəşşəfu fəd'ullaha ən lə ətəkəşşəfə. Allaha dua et ki, ey Allahın Rəsulü, mən xəstəliyə səbr edəcəm. Qoy xəstəlik qalsın. Yəni, cənnəti istəyirəm. Amma Allaha dua et, ürəyim gedəndə bədənim açılmasın. Yəni, görməsinlər mənə. Və sahabə deyir ki, fədə'a ləhə. Allah Rəsulü onun üçün dua etdi. Sahabələr deyir ki, onun ürəyi gedirdi, yəni xəstəlik qaldı onda. O, çünki cənnəti istədi. Onun ürəyi gedirdi o qadının, amma bədəni açılmırdı. Allah Rəsulunun duasını qəbul eləmişdi. Bədəni açılmırdı. Subhanallah, Rabi sahabələr deyir ki, bədənindən bir hissə açılırdı. Yəni, ona belə razı deyil idi. Deyir ki, Allah Rəsulü, dua et, mənim ürəyim gedəndə görsənməsin. Bədənimdən hər hansısa bir hissəni görməsin, naməhrəm kişilər. Yaxşı, bəs hicab? Allah bizə kömək olsun. Və həmçinin xəstəliyin faydalarından ən-nəcətu minən-nar. Cəhənnəm odundan qurtuluşdur, qurtulmaqdır. An Əbi Hureyra radiyallahu anhu, Əbu Hureyra radiyallahu anh rəvayət edir ki, ənəhu adə məridən və məhu Əbu Hureyra min vəkin kənə bihi. Peyğəmbər sallallahu aleyhi və səlləmdən Əbu Hureyra qızdırması olan bir sahabənin yanından gəlirdi. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm. Baxın, əksəriyyət qızdırmadadır, qardaşlar. Neymətdir Allahdan. Peyğəmbər sallallahu aleyhi və səlləm qızdırmada olan müsəlmana görün nə deyir? Əbu Hureyra deyir, radiyallahu anhu. Əbşir, fə innəlləhə yəqul, hiyən nəri usallituhə alə abdil mümin fid-dünya. Sənə müjdələr olsun. Sevincdən, qızdırmada olan müsəlmana deyir, sevincdən müjdə olsun sənə. Allah Subhanahu taala buyurur ki, qızdırma cəhənnəmdən olan bir odumdur. Onu bu dünyada mömin quluma musallat edirəm. Yəni, onun günahların bağışlamasından ötürü, bağışlansın deyə, dünyada mömin quluma verirəm qızdırmanı. لِتَكُونُ حَظَّهُ مِنَ النَّارِ فِي الْآخِرَةِ. Onun ahirətdən, yəni oddan, cəhənnəm əzabından onun payı olsun. Yəni, onun kəffarı olsun günahlarına, bağışlansın. Yəni, qızdırma Allah Subhanahu və Taala'nın quluna verdiyi bir nemətdir səbr eləsə. Çünki onun günahları bağışlanır. Və həmçinin Raddul abdi ilə Rabbihi və təzkiyaruhu biməsiyyətihi və iqazuhu min qaflətihi. Həmçinin xəstəlik, müsibətlər qulu neyinir? Ayıldır. Qəflətdən ayıldır. Rəbbinə tərəf yönəldir onu. Ayılır ki, hansı günahlar edirdi? Hansı asiliklərin içindeydi? Fəl-mərad vəl-məsaib təruddul abdül qafil an rabbihi iləyhi. Qəflətdə olan qulu öz Rəbbinə qaytarır. Və günahlar içində olan qulu öz Rəbbinə qaytarır. Yəni, müsibət gəlir, ayılır ki, günah eləyirdi. Müsibət gəlir, xəstəlik, ayılır ki, asilik içindeydi. لِأَنَّهُ إِذَا اِبْتَلَاهُ اللّٰهُ بِمَرَضٍ أَوْ غَيْرِهِ اِسْتَشْعَرَ ضَعْفَهُ وَذُلَّهُ وَفَقْرِهِ إِلَى مَوْلَاهُ. Ona müsibət, xəstəlik gələndə o özünün nə qədər zəlil olduğun, aciz olduğun, ehtiyac içində möhtac olduğun hiss edir.
və Mövlasına, Rəbbinə dönür. Faydalarından da ən böyük. Nədir dəlil? Allah Subhanahu taala buyurur ki: "Və laqad arsalna ila umamin min qablika." Biz səndən öncə də peyğəmbərlər göndərdik. Rəsullar göndərdik. Allah Rəsuluna deyir uca Rəbbimiz. "Fəəxəznahum bil-bə'sai vəd-darra." Onları sıxıntı və xəstəliklə düçar etdik, yaxaladıq. "Ləalləhum yetədarraun." Bəlkə boyun əyələr, yalvarıb yaxaralar. Allah Subhanahu deyir, sizdən əvvəlkilərə də sıxıntı verdik, xəstəlik verdik. Yəni xəstəlik, sıxıntı gəlibsə Rəbbinə yalvar, yaxar günah. Sənə xatırladır ki, sən möhtacsan. Sənə xatırladır ki, sən təkəbbürlük etməməlisən, sən zəlilsən Rəbbinin qarşısında. İmam Təbəri rahimehullah deyir ki, yəni Allah Subhanahu taala imtahan etdi. Çətinliklə, şiddətli kasıbçılıqla ki, və həmçinin xəstəliklə onlar Rəbblərinə yalvarsınlar və onlara və yuxlisunə ləl-ibadə. Allaha olan ibadətdə ixlaslı olsunlar. Şeyxülislam İbn Teymiyyə rahimehullahın dəyərli sözünü deyək və bununla yekunlaşdıraq. Allah şeyxə rəhmət etsin. Şeyx buyurur ki: "Musibətun tuqbilu biha alallah." Səni Allaha yönəldən müsibət xayrun min ni'mətin tunsikə zikrullah. Səni Allaha, yəni xayrun min ni'mətin tunsikə, səni Allaha olan zikri unutduran nimətdən xeyirlidir. O nimət ki, Allahı unutturub, səni Allaha xatırladan nimət ondan xeyirlidir. Bir daha təkrar edeyim. Musibətun tuqbilu biha alallah. Səni Allaha yönəldən nimət, müsibət, səni Allaha zikr etməyi unutduran nimətdən daha xeyirlidir. Fikir verirsiniz kəlmənin əzəmətinə. Allah Subhanahu wa Taala'dan istəyirəm ki, müsəlmanlardan kimlər ki, müsibət içindədirlər, sıxıntı içindədirlər, xəstəliyə düçar olublar, Allah Subhanahu Taala onların başına gələn bu zərəri onlardan götürsün və onlara bu işdən yəni səbr versin uca Rəbbimiz. O xəstəlikdə, o müsibətdə ki, səbr etsinlər ki, bu böyük əcrə nail olsunlar. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecməin.